Bir insan öz doğmalarına qarşı nə qədər məzhəb təəssübkeşi olsa belə, ana tərəfdən əqrabalarına qarşı bu qədər zalimane davrana bilməz. Və bu da bizdə o ehtimalı irəli sürür ki, o ehtimalı meydana çıxara bilir ki, vaxtilə, yəni bu vehilər dövründə bütün İranı və Irakı öz hakimiyyəti altında saxlamış. Səlcuqluların regiona gəlməsindən sonra məğlub olub, hərbi qüvvəsini, siyasi nüfuzunu itirib, Mazandaran və Gilan dağlarına çəkilmiş İran şubiyyəçiliyinin əlinə mi keçdi Şeyx Heydərin oğlu? Əcəba? Bu ehtimalı irəli sürmüş. 16-cı əsrdə şubiyə var idi. Bu vehilər dövründə vardı şubiyə. Yox, siz Şah İsmaildən danışırsınız. O 15-16-cı əsrdə, elə deyilmi? Bəli. 15-16-cı əsrlərin qovuşacağında şubiyə bir də misal göstərə bilərsiniz. Həmin hərəkatın arada kompakt fəaliyyət göstərmək. Şubiyə deyəndə nə nəzərdə tutulur? Necə? Siz bilmirsiniz şəb və şub nə deməkdir? Bilirəm, sizdən soruşuram. Bilirsiniz, o zaman siz də izah eləyin. İran milliyyətçiliyi. 7-ci əsr ayda Bu olan vehlərin, siz bu vehlərdən sonra hansı sürətlə 15-16-cı əsrdə alimlər. 5 dəqiqə. Öz vaxtınızı cavab verin. Bu 5 dəqiqə yəni Mən saxlayıram ha, yəni Elnur müəllim, elə bilməyin Ceyhun müəllimin hər hansı replikası və yaxud sizin də qarşılıqlı replikalarınızı mən ədalətlə yanaşmağa çalışıram. O saxlayıram onu. Yəni davam edin xahiş edirəm. mən də dedim artıq fikrimi. Dedim ki, əcəba vaxtilə, yəni Səlcuqlular tərəfindən məğlub edilmiş, sindirilmiş və məcburən artıq öz siyasi və hərbi qüdrətini itirəndən sonra Mazandaran və Gilan dağlarına çəkilmiş vaxtilə bu vehlərin qalıqları o İran Fars milliyyətçiliyini, Fars dövlətçiliyini davam elətdirmək istəyənlər bu Səfəvilər ailəsinin, Şeyx Heydərin övladlarının başına gələn bu hadisədən bir fürsət olaraq istifadə elədilər. Yəni İbrahim və İsmail aradan götürüb onların yerinə tamamilə başqa şəxsini qoydular. Ehtimal irəli sürdü. Ehtimalınızın dəlilini də məntiq demir Ceyhun müəllim. Deyir ki, məntiqə söykənmək lazımdır. Məntiq də odur ki, qardaş, bir insan nə qədər məzhəb təəssübkeşi olsa belə, bu göstərdiyimiz mənbələrdə bildirildiyi kimi öz ana tərəfdən qohumlarına qarşı bu dərəcədə şədid bir şəkildə, zalimane bir şəkildə davranmaz. Dəlil budur. Məntiq deyirsiniz, məntiq budur. İkinci məsələ, şubiyə məsələsini qabardırsa, əvvəla şubiyə 7-ci əsrə aid olan bir hərəkatdır. Quran-ı Kərimdə şəb sözü, onun cəmi olan şub sözü bilir ki, xalqlar deməkdir. Bu xalqlar hərəkatın Əməviyyə zehniyyətinə, ərəb militarizminə qarşı başlatdığı müsəlmanların daxilində, icma daxilində, müsəlman icması daxilində hüquq bərabərliyini özündə ehtiva edən və qeyri-ərəb müsəlmanların ikinci sort müsəlman olaraq görülməsinə qarşı başlanmış bir etiraz hərəkatdır. Və əsaslandıqları başlıca şüar da Peyğəmbərin hədisi olub ki, Allah qarşısında üstünlük təqvadadır və ərəbin əcəmdən, əcəmin də ərəbdən hər hansı bir üstünlüyü yoxdur. Eləcə də Həbəşin ərəbdən, ərəbin də Həbəşdən. Bu baxımdan şubiyə hərəkatı ilə bağlı danışarkən biz 7-ci əsrin hadisələrinə İstər-istəməz o məvali hərəkatına nüfuz eləməli olur. Ancaq sual ortaya çıxır. Şah İsmaildə bunun adiyyəti var. Şah İsmail bəli o şubiyyənin haqlı və Qurani əsaslarını öz əqidəsincə dəstəkləyib. Şeirlərində də nəzm nümunələrində bildirir ki, mənəm məvali, mənəm Şeyx Heydər oğlu məvali İsmail. Bu kimi baxış bucağından çıxış edərək şubiyyənin bir mənfi tonda, mənfi obrazda göstərilmə cəhdləri var ki, biz bunu əvvəldən bilirik. Bu, əsasən Osmanlı-pərəst və neoxilafətçi Türkiyə bəzi dairələri var Türkiyədə. Neoxilafətçi və neo-Osmanlıçı dairələrin baxış bucağının və tirajladığı yalanların bir hissəsidir. Şubiyyəni mənfi tonlarda göstərmək və onu farsçılıq kimi qələmə vermək. Halbuki, şubiyyə hərəkatının banisi kimdir desək, mənim maraqlıdır ki, qarşımızda tarixçi nə deyəcək? Və şubiyyə hərəkatının sonrasını boş verək. Çünki 2 əsr sonra hər bir şey öz orijinalından fərqli ola bilər. Necə ki, Qızılbaşlıq təriqəti Başçısı kimi. sonradan təməli nəzr qoyulub başqa bir, 200 il sonra olan durumu isə başqa. Eləcə də Osmanlı dediyiniz dövlətin, xanədanının öncəsi başqa, sonrası başqadır.